Deməli uşaqlar, bugünkü dərsimiz üç qonşu olan Hun, Hindistan, Çindir. İlk əvvəl bizim üçün testdə lazım olan cavab bu üç dövlətin, üç qonşunun üçü də eradan əvvəl 3-cü əsrin ikinci yarısında vahid halda olublar. Ən çox mənim testdə tapacağım cavab budur. Bundan üç üçün oxşar cəhət. İlk əvvəl Hundan danışaq. Hun yaranıb eradan əvvəl 220-də vahid halda. Çin yaranıb eradan əvvəl 221-də. Hindistan isə yaranıb sadəcə eradan əvvəl 3-cü əsrin ikinci yarısı. Zaten bunlar da 3-cü əsrin ikinci yarısı hesab olunur. Hunda da 2 dənə hökmdar adı eşidirəm mən. Banisi Teoman, ən güclüsü Mete. Çində də 2 dənə hökmdar adı eşidirəm mən. Sin sülaləsi, daha doğrusu sülalə. Bir də Xan sülaləsi. Hindistanda 2 dənə hökmdar adı eşidirəm. Biri Chandragupta, bir də Ashoka. Məsələ burasındadır ki, bunların ikinci tərəfi güclü olanlardır. Düzdür, məsələn, burada biz Teoman'a zəif deyə bilmərik, amma ən güclüsü Mete Xaqandır. Sinə zəif deyə bilmərik, amma ən güclüsü Xandır. Chandragupta'ya zəif deyə bilmərik, amma ən güclüsü Ashokadır. Hun dövlətinə bir dənə də əlavə eləyəcək Çiçi xan. Bizə lazım olacaq. Başlayaq Hundan. Hunun yaranması eradan əvvəl 220. Parçalanması eradan əvvəl 58. Süqutu eradan əvvəl 36 Çin tərəfindən. Banisi Teoman Tanhu ətrafında 21 dənə tayfa birləşdirmişdi. Ən güclüsü Mete Xaqan idi. Ətrafında 26 dənə tayfa birləşdirmişdi. Hər ikisinin ortaq düşməni Çin dövləti idi. Hər ikisi Çinə qarşı mübarizə aparırdı. Teoman Sin sülaləsinə, Mete isə Xan sülaləsinə dalaşmışdı. Teomanın Sinlə dalaşmaqda məqsədi ərazi üstündə idi. Mete'nin Çin xanla dalaşmaqda məqsədi isə İpək yolunun üstündə idi. Və hər iki tərəfdə Hun tərəf qalib gəlmişdi. Teoman Tanhu eradan əvvəl 220-ci ildən 209-cu ilə qədər hakimiyyətdə oldu. Qeyd etdiyimiz kimi ətrafında 21 dənə tayfa birləşdirdi. Mete'dən başqa bütün türk hökmdarlarının səhv cəhəti onu deyir ki, onlar Çin qızı ilə evlənirdi. Çinlilər də öz qızlarını Hunlara ərə verməkdə maraqlı idilər. Niyə? Həm Türkün taktikasını öyrənirdilər, həm onları daxili çəkişmə yaratmaq istəyirdilər, həm də müəyyən müddət Hundan asılı olurdular, sonra da vergi ödəmirdilər. Bununla onlar Hunu parçalamaq istəyirdi. Və eradan əvvəl 220-dən 209-cu ilə qədər hakimiyyətdə olan Teoman da səhv addım ataraq Çin qızlarından evlənən idi. Və o Mete, oğlu Mete'ni döyüşlərin birində Teomanın öz şəxsi düşməni var idi. Yevucilər şəxsi düşməni var idi. Deməli, həmin Yevucilərlə döyüşdə Teoman elə bir şərait yaratmış ki, Mete əsir düşmüşdü. Özü qəsdən eləmişdi bunu. Amma sonra tayfalar gedərək Mete'ni əsirlikdən qutarıb gəlmiş. Mete gəlib Teomanı da, Teomanın Çinli arvadını da, Çinli qardaşını da hakimiyyətdən qovmuş, öldürmüş onları və özü keçmişdi hakimiyyətə. Mete'nin hakimiyyət illəri olacaq 209-dan eradan əvvəl 174-cü ilə qədər və ən güclü dövr onun dövrüdür. Mete M hərflərlə, T hərflərlə yadımızda saxlasaq, qonşu Monqol və Tibet tayfalarını da özünə birləşdirmişdi. Və Mete'nin dövründə Çinə hücum eləmiş, Çində Xan sülaləsinin hökmdarı olan Liu Banla dalaşmış və nəticədə qalib gəlmişdi və eradan əvvəl 200-cü ildə aralarında Pin-Çin sülhü imzalamışdı. Həmin sülh müqaviləsinə görə Çinin şimal hissəsi Hunun tabeliyinə keçmişdi. Çindən keçən ticarət yolları Hunun tabeliyinə keçmişdi. Hun ipək, pambıq və qızılla xərac ödəməyə başlamışdı. Və bu da təbii ki, Hun dövlətinin inkişafına müsbət təsir göstərmişdi. Hunlular Mete Xaqanı el arasında Oğuz xan, Tanrı Qutu deyə çağırırdılar. Eradan əvvəl 58-ci ildə
iki qardaş arasında, yəni Mete öləndən sonra yenə də hakimiyyətə gələnlər eyni səhv eləyərək Çin qızları ilə evlənirdi. Və eradan əvvəl 58-ci ildə iki qardaş arasında Çinli Hoxanya, Türk Çiçi, yəni bunların ataları türkdür, anaları fərqlidir. Bu Çin arvadının idi, bu Türk arvadının. Bunların arasında hakimiyyət uğrunda mübarizə gedir və nəhayət Çin öz arzusuna çatır. Böyük Hun dövləti bölünür iki yerə. Şərq hissəyə və qərb hissəyə. Şərq hissə Çinli oğlana, qərb hissə isə Çiçiyə çatır, yəni türk oğlana. Və fürsətdən istifadə edən Çin eradan əvvəl 58-ci ildə şərq hissəyə yiyələnmiş olur. Çünki öz oğlanları idi buranı idarə edən. Çiçi isə Çindən uzaq olmaq üçün öz ərazilərini qərbə doğru genişləndirərək Tanrı dağlarının ətəklərinə, Mərkəzi Asiyaya, bir də Isıq gölü ətrafına doğru çəkilir və ərazisini bu istiqamətdə genişləndirməyə başlayır. Lakin eradan əvvəl 36-cı ildə Çin hücum eləyərək Çiçini öldürür və bütün Hun torpaqları keçir Çinin tabeliyinə. Bununla da Hun dövləti eradan əvvəl 36-cı ildə süqut eləmiş olur. Lakin bir müddətdən sonra bizim eranın 1-ci əsrində düz 18 il tabelikdə qalır. Bütün Hunlar Çinin əlində. 36-cı ildə tutublarsa, 18 il tabelikdə qalıblarsa, deməli eradan əvvəl 18-ci ildə yenidən Hunlar müstəqil olublar. Baxın 36-cı ildə bütün Çin keçdi, Hun keçdi Çinlərin əlinə. Düz 18 il tabeliyində qalıblar. 36-dan 18 çıxanda yerdə 18. Yəni eradan əvvəl 18-ci ildə yenidən bu qərb türkləri ki var, elə bir bunlar Çinin tabeliyini keçib eradan əvvəl 36-da azad olublar, eradan əvvəl 18-də. Eradan əvvəl 18-də azad olublar, amma bizim eranın 1-ci əsrindən güclənməyə başlayıblar. Bizim eranın 1-ci əsrində Hunların gücləndiyini görən Çin, əlində olan şərq tərəfi itirməmək üçün bölüb iki yerə, şimala və cənuba. Söhbət bizim eranın 48-ci ilindən gedir. Zaten bax bu qərbi itirir. Bu şərq tərəfi də itirməsin deyənə parçala və hökmranlıq et. Şimala və cənuba bölür. Şimal 48-ci ildə parçalanma baş verir. Şimala və cənuba. Şimal bizim eranın 2-ci əsrinə qədər, cənub isə 216, yəni 3-cü əsrinə qədər Çinin tabeliyində olmuşdu. Bir də gəlirəm bu hissəni Hun dövləti. Eradan əvvəl 220-də yaranıb vahid dövlət kimi, eradan əvvəl 58-ci ildə iki qardaş arasında ataları eyni olsa da anaları ayrı idi. Hoxanya və Çiç arasında bölünüb. Çin şərq tərəfə həmən eradan əvvəl 58-ci ildə öz əlinə keçirib. Qərb hissəni isə 36-cı ildə əlinə keçirəcək Çiçini öldürərək. Çiç Çindən uzaq olmaq üçün ərazilərini genişləndirmiş, lakin Çin gəlib Çiçini öldürərək həmin torpaqlara yiyələnmişdi. Bu torpaqlar Çinin əlinə keçəndən sonra tabe olmayan türklər biraz da uzağa Ural dağlarının ətəklərinə çəkilmiş olmuşlar. Lakin 18 il Çinlərdən asılı olub, 18-ci ildə azad olublar və bizim eranın 1-ci əsrindən isə buradakı türklər, qərbdə olan türklər güclənməyə başlayıblar. Bunu görən Çin həmən şərq tərəfi bölüb iki yerə, şimala və cənuba. 48-ci ildə, bizim eranın 48-ci ilində. Şimal 2-ci əsrə qədər, cənub isə 3-cü əsrə qədər Çinin tabeliyində qalmışdı. Hunlar şamançılıq var idi. Ruhla insan arasında və yaxud Allahla insan arasında əlaqə yaratmaq və ölənin şərəfinə isə qurban kəsirdilər. Keçirik Çinə. Deməli uşaqlar, Çin Hunla bərabər öyrənirik bu hissəni. Çin eradan əvvəl 221-ci ildə vahid halda yaranacaq. Hələ vahid halda yaranmamışdan əvvəl, eradan əvvəl 3-2 minilliklər Çində sivilizasiya, yəni inkişaf dövrü kimi yadımızda qalacaq. Və hətta Tunc dövrü də təbii ki, eradan əvvəl 2-ci minillikdə bunlar tuncdan, daşdan, sümükdən geniş istifadə edirdilər. Və eradan əvvəl 2-ci minillikdə ilk dövləti Şan qəbiləsi yaratdı. Şan qəbiləsi. Bu bizim üçün ilk dövlətdir, vahid dövlət deyil. İlk dövləti Şan qəbiləsi yaratmış oldu. Və həmçinin bunlar 2-ci minillikdə Misirin yaratdığı hieroglif yazıdan da istifadə edirdi. Biz bilir ki, hieroglifi Misir yaradıb, Mannla Çin mənimsəmişdi. Sonra bizə lazımdır eradan əvvəl
6-5-ci əsrlər. Burada dəmirdən istifadə var. Bizdə isə dəmirdən istifadə 7-ci əsr idi. Eradan əvvəl 4-cü və 3-cü əsrlər isə vuruşan padşahlıqlar dövrü kimi yadımızda qalır. Bu nə deməkdir? Deməli, biz Misirdə keçəndə 2 dənə padşahın hakimiyyət uğrunda mübarizə apardığını gördük. Bunun biri yuxarı padşahlığı idi, biri aşağı padşahlığı idi. Nəticədə yuxarı padşahlıq aşağı padşahlığı məğlub edərək vahid Misir yaratmışdı. Burada da 4-cü əsrdə başlayıb 3-cü əsrdə qutaran padşahlar var idi ki, hakimiyyət uğrunda vuruşurdular, vahid hakimiyyət uğrunda. Və təbii ki, 3-cü əsrdə Sin sülaləsi qalib gələcək və eradan əvvəl 221-dən 206-cı ilə qədər Sin sülaləsi hakimiyyətdə olacaq. Bir də qeyd edirəm. Çində sivilizasiya inkişaf dövrü 3-cü minliklər idi. 2-ci minlikdə tuncdan istifadə ediblər, sümükdən, daşdan, heroqlif əlifba yazı yaradıblar özlərinə. Daha doğrusu Misirin heroqlif yazısına istifadə ediblər. Sonra 2-ci, 1-ci əsrlərdə heroqlifin əlifbasını yaradıblar. Deməli, 2-ci minillikdə heroqlifi mənimsəyiblər, 2-ci əsrdə isə onun əlifbasını yaradıblar. İlk dövləti 2-ci minillikdə Şan qəbiləsi yaradıb. Eradan əvvəl 6-cı, 5-ci əsrdən dəmirdən istifadə edərək silahlar hazırlayıblar. Silahı hazırlanandan sonra 4-cü və 3-cü əsrlərdə isə padşahlar hakimiyyət uğrunda mübarizə aparıb. Nəticədə demək, Sin padşahlığı qalib gəlib. Sin Şixuandi. Sin Şixuandi. Yəni, Xuande ilk hökümdar deməkdir. Çinin ilk imperiyası Sin sülaləsi tərəfindən yaradıldı. Bütün vahidlər, Çində nə ki vahid görürük, vahid qanun, vahid ölçü çəki sistemi, vahid yazı, vahid idarə etmə, hamısı vahid dövlət, hamısı Sinə aiddir. İlk dövləti Şan qəbiləsi yaradıb, vahid dövləti isə Sin sülaləsi yaratmış olub və idarə etmə asan da olsun deyənə ərazini 36 dənə vilayətə bölmüşdü. Sonra gəlirik Xan sülaləsinin dövrünə. Xan 206-cı ildə Sin sülaləsi devrilmiş, eradan əvvəl hakimiyyətə gəlmişdi Xan sülaləsi. Bizim eranın 204-cü ilinə qədər, yəni 410 il hakimiyyətdə olmuşdu. Xan sülaləsi Sin sülaləsindən daha güclüdür və vahid xalq bunun dövründədir. Xalq. X hərfinə yadımızda saxlayırıq. Xalq Xanın dövründədir. Bütün vahidlər Sinin dövründədir. Vahid yazı, vahid ölçü çəki sistemi, vahid qanunlar, vahid dövlət, vahid idarə etmə, vahid pul, hamısı Sinin dövründədir. Vahid xalq, X sözü ilə Xanı yadımızda saxlamış oluruq. Və məsələ orasındadır ki, Xan daha güclü idi. Çünki onun dövründə işğalçılıq yürüşləri daha çox idi. Hətta Koreya və Vyetnamı da özünə tabe eləmişdi. Və müharibələr, amma əhali bundan narazı idi. Niyə? Çünki müharibələrə gedəndə əhalinin pulu ilə qoşun yığırdı, əhalinin özündən istifadə eləyək qoşun yığırdı. Bu da əhalinin narazılığına səbəb olmuşdu. Və bir müddət keçəndən sonra Xan sülaləsinə qarşı üsyanlar başlayacaq. 1-ci əsrdə birinci olan qırmızı qaşlılar, 2-ci əsrdə isə ikinci olan Sarsarıqlılar. Deməli, 18-ci ildə, 184-cü ildə. Dəqiq ilini desək, birinci olan qırmızı qaşlı, ikinci olan sarsarıqdır. Birinci olanlar 1-ci əsrdə, ikinci olanlar isə 2-ci əsrdədir. Bizim eradan gedir söhbət. Qırmızı qaşlılar üsyanının demək, rəhbəri Fan Chun idi. Sarsarıqların rəhbəri isə Çıjan qardaşları idi və qırmızı qaşlılar üsyanı imperator Van Man'a qarşı idi. Van Man islahatlar keçirtdi, islahatlara uğursuz oldu. Burada təkcə kəndlilər deyil, kəndlərlə yanaşı qullar da iştirak edirdi bu üsyanlarda. Amma ən güclüsü sarı-sarıqlılar idi. 184-də başladı, 20 il davam elədi, 204-cü ildə yatırıldı. Yatırılsa da Xan sülaləsinə zərbə vurdu, imperator öldürüldü, Xan sülaləsi devrildi. Nəinki Xan sülaləsi devrildi, bütün şərqdə quldarlıq quruluşu inkişaf, daha doğrusu quldarlıq quruluşu ləğv olundu, feodalizm quruluşu yaranmağa başladı. Çində Konfutsi təlimi var idi.
Alim Konsiusun adı ilə bağlı idi və ona Konfutsi təlimi deyirdilər. O öz aforizmlərini qələmə alıb yazırdı. Buna da deyirdilər Konfutsi təlimi. Konfutsi təliminə görə Konfutsi deyirdi ki, necə ki oğul ataya tabidir, eləcə də xalq dövlətə tabi olmalıdır. Konfutsi təlimini Sin sülaləsi rədd elirdi, Xan sülaləsi isə təsdiq elirdi. Sin niyə rədd elirdi? Pis şey demirdi ki Konfutsi. Sin ona görə rədd elirdi ki, o deyirdi əhali kimdir ki, mənə qarşı çıxa, ya mənə tabi olmaqdan boyun qaçıra. Əhali, yəni Sin sülaləsi zoraki bir sülalə idi, qoy belə deyək. Xan sülaləsi isə belə deyək, əhalinin istəyinə görə dövləti idarə eləyirdi. Ona görə Sin sülaləsi Konfutsini rədd edir ki, əhali kimdir ki, mənim istəyimə qarşı çıxa. Amma Xan sülaləsi deyir ki, yox, Konfutsi düz deyir. Nə qədər ki, xalq dövlətə tabi olsa, dövlət o qədər də güclü inkişaf eləyə bilər. Sonra bizə ən çox testlərdə çaşdıran sədlə İpək yoludur. Ticarət yolu. Səd eradan əvvəl 214-də çəkilib Hunların hücumunun qarşısını almaq üçün böyük bir divar idi Hunlarla öz aralarında. Yolu isə eradan əvvəl 194-cü ildə əsrə çevirsək 2-ci əsrdə çəkilib. Məsələ orasına biz bunu qarışdırırıq hansı xanda, hansı Sindədir. S hərfini yadımıza saxlayırıq Sindədir. Yol isə xanın dövründədir. Demək, Sin sülaləsi Teoman Tanhudan qorumaq üçün 214-cü ildə Çin səddini çəkdirmişdi. S hərfinə yadımıza saxlayır ki, səd Sindədir, yol isə xandadır. Məsələn, bizə düşür ki, Çin nə vaxt ticarət yollarına qoşuldu? Deyir ki, xanın dövründə. Çin dünya mədəniyyətinə bir çox şeylər verib. Məsələn, kağız, kompas, dərman bitkisi olaraq çay, ipək. Məsələn, ipək yolu Çindən başlayır, ta İspaniyaya qədər uzanır və keçdiyi ölkələrdə həm ticarətin inkişafına təkan verir, həm də orada quldurluqla məşğul olurlar deyənə böyük bir qazanc əldə olunmuş olur. Eradan əvvəl 105-ci ildə 105 eradan əvvəl, yəni 2-ci əsrdə kağız istehsal olundu. Sonra kompas yaradıldı. Ondan sonra dağlar və dənizlər haqqında kitab yazıldı burada Çində. Yəni Çinin inkişafı belə deyək ki, dünya mədəniyyətinə böyük bir dəstək olmuşdu. Keçək Hindistana. Hindistan da yaranıb eradan əvvəl 3-2-ci minliklərdə sivilizasiya dövrüdür. Bunun da Çin kimi sivilizasiya dövrü hesab olunur. Eradan əvvəl 2-ci minillikdə bura Ari tayfaları gəlib. Ari tayfaları. Hələ tayfalar gəlməmişdən əvvəl, eradan əvvəl 3-2-ci minilliklərdə bunun şəhər xarabalıqları olub. Yəni biz bilirik ki, Orta Tuncda şəhərlər yaranıb, 3-2-ci minillikdə Orta Tunc hesab olunur. Və Hindistan da eləcə şəhərlər olub. Niyə xarabalıq deyirik bunlara? Mohenjo-daro, Mohenjo-daro, bir də Harappa. Harappa kimi şəhərlər olmuşdu. Biz niyə bunlara xarabalıq deyirik? Çünki bu şəhərlər məhv olub, bilmirik niyə məhv olub, nə üçün məhv olub 2-ci minilliyin əvvəllərində. 2-ci minilliyin sonunda isə bura Ari tayfalar gəlib. Testdə bizə düşür ki, bu şəhərləri Arilər məhv eləyib. Xeyr, səhv deyir, Arilər məhv eləməyib. Şəhərlər 2-ci minilliyin əvvəlində məhv olunub, Arilər gəlib 2-ci minilliyin sonunda. 2-ci minilliyin sonunda bura Ari tayfaları gələrək Hindistanda vahid xalqın yaranmasına, eləcə də Hinduizm dininin yaranmasına səbəb olmuşdu. Demək, eradan əvvəl 2-ci minillikdə həm Arilər gəlib, həm xalq yaranıb, həm də xalqın Hinduizm dini yaranıb. Məsələ orasındadır ki, Hinduizm dini yaxşı din deyildi. Əsrə çevirsək, Hinduizm 12-ci əsrdədir və yaxşı din deyildi. Niyə? Çünki insanları kastalara bölürdü. Kasta da təbəqə deməkdir. Özdə necə təbəqə? Hüquq və vəzifəsi qəti müəyyənləşmiş insan qrupu. Yəni kim hansı təbəqədə doğulursa, o təbəqədə də qalacaq, dəyişməyəcək. Birinci təbəqədə durur Brahman. Brahman. İkinci təbəqədə durur Kshatrilər. Üçüncü təbəqədə durur Vaişilər, dördüncü yerdə durur Şudra. Bu nə deməkdir? Baş Allah olan Brahma, yəni Hinduizm dinində, məsələn biz Misirdə baş Allah Amun eşitdik, Şumerdə An eşitdik, Yunanistanda Zevs eşitəcəyik. Burada da baş Allah Brahmadır. Hinduizm dininin Allahıdır, yaxşı Allah sayılmaz. İnsanları böləndə 4 təbəqəyə birinci yerdə din xadimləri olan Brahman, axırında N var.
Allahdan yoxdur, din xadimlərində var. Brahmanlar durur. Başallah Brahma deyir ki, onlar mənim dodaqlarımdan yaranıb. Nə deyirlər? Düz deyirlər. İkinci yerdə dururdu kşatrilər, yəni döyüşçülər. Deyirdi ki, döyüşçülər mənim əllərimdən yaranıb. Üçüncü yerdə dururdu vaişilər, sənətkar, tacir, sadə əhali, kəndlilər. Başallah deyir ki, onlar mənim budumdan yaranıb. Yəni biraz ağ gün görən kəndlər idi. Dördüncü yerdə dururdu şudralar, nökərlər, qullar, nökər, qul. Deyirdi ki, Brahma, onlar mənim palçığa batmış ayaqlarımdan yaranıb. Elə bir tutaq ki, bir palçıqlı havada biz yol gedirik də, ayaqlarımız görsən necə palçığa bulaşır, amma dizdən yuxarı bud hissəmiz təmiz qalır. Deməli, bu buddan yarananlar qismən babat gün görənlərdir, şudralar isə nökərlər idi. Qeyd edim ki, burada qulu yad, düşmən adlandırırdılar. Məsələn, Misirdə qul necə adlanırdı, qeyd etmişdik. Canlı, ölü. Burada isə yad, düşmən. Ümumiyyətlə, qulların çoxu müharibələrdən əldə olunurdu. Ona görə də yad düşmən deyirdi. Müharibələr vaxtı ölən insanları isə toxunulmaz adlı murdarlar yerbə yerilirdi. Toxunulmaz. Bunlar murdarlar idi. Heç kim dəyib dolaşmırdı bunları və heç bir təbəqəyə də aid deyildilər. Deməli, mən baxıram ki, Hinduizm dinini arilər yaradıb. Eradan əvvəl 2-ci minillikdə və ya 12-ci əsrdə, yəni 2-ci minilliyin sonudur. Baş Allahı Brahmadır, yaxşı Allah deyildi. İnsanları kastalara bölürdü. Eradan əvvəl 12-ci əsrdə. Yaxşı, bu 12-nin yarısı neçədir? 6-cı əsr. 6-cı əsrdə Gautama adlı bir şəxs Hinduizm dininə qarşı çıxır. Biz Əhəməndə Qaumata işləyəcəyik. Qaumata. Bu da 6-cı əsrdə yaşayıb. Türkləri müdafiə edirdi. Yəni bu Qaumata ilə Gautama ikisi də 6-cı əsrdə yaşayıb. Sadəcə biri Əhəməndədir, biri Hindistandadır. Qaumata Əhəməndədir, Gautama demək tam olan Hindistandadır, mat olan Əhəməndədir. Gautama Hinduizm dininə qarşı çıxaraq Buddizm dinini yaratdı. Deməli 12-ci əsrdə Hinduizmdir. 6-cı əsrdə isə Buddizmdir. Budda müdafiəçi deməkdir. Buddizm. Gautama'nı əhali Budda adlandırırdı. Və bu deyirdi ki, insanlara 8 düzgün yol göstərsəniz, düzgün davranmaq, düzgün baxmaq, düzgün yollaşmaq və s. və ilaxır. Bu 4 kastaya bölürdüsə, bu 8 düz yol göstərirdi. İnsanlara düzgün baxsanız, düzgün yol göstərsəniz, hər kəs daha yaxşı yaşamış olar. Eradan əvvəl 2-ci minillikdə dedik ki, arilər gəldi. 2-ci minilliyin sonunda arilər. Eradan əvvəl 6-cı əsrdə bura Əhəmənilər gələcək. Söhbət 1-ci Daradan gedir. 1-ci Dara. Eləcə də yadınızdadır, Misrə də 525-6-cı əsrdə Əhəmənilər getmişdi, Kambiz. Eradan əvvəl 4-cü əsrdə isə bura İskəndər gələcək, Makedoniyalı İskəndər. Eləcə də 327-ci ildə. Eləcə də Misrə də getmişdilər 332-ci ildə, yadınızdadırsa. Deməli, 2-ci minillikdə bura arilər, vahid xalq, vahid din yaratdılar, Hinduizm dinini. 6-cı əsrdə Əhəməni 1-ci Dara gəlsə də elə bir geniş ərazilər tuta bilməyib. 4-cü əsrdə isə Makedoniyalı İskəndər gəlib, Hindistanda ancaq bir damcı Hind çayı sahilindəki əraziləri tuta bildi. Niyə? Çünki həm İskəndərin qoşunu yorulmuşdu, həm də güclü müqavimət var idi. Hindistanın döyüş filləri var, taktika görmüş döyüş filləri var. Yəni Hindistanı tutmaq elə də asan deyil. 327-də gələn Makedoniyalı İskəndərin qoşunu düz 10 il oturublar burada. 317-də. İskəndər özü 323-də ölüb, amma qoşunu hələ də Hindistanda oturmuşdu. 327-də gəliblər, 317-də gediblər 10 il. Makedoniyalı İskəndərin ölümündən sonra, yəni öləndən sonra biz Misirdə Ptolemeylər, Azərbaycanda Atropatilər, Hindistanda da Maurya sülaləsinin hakimiyyətə gəldiyini görəcəyik. Məsələn, Misirdəki Ptolemeylər Yunanistanın əsli nəsli idi. Amma Azərbaycanda olan Atropatilər, Hindistanda olan Mauri isə İskəndərin nəsli ilə bir əlaqəsi yoxdur. Sadəcə o öləndən sonra bunlar elə bir hakimiyyətə gəliblər. Maurya sülaləsi eradan əvvəl 317-ci ildən 180-ə qədər hakimiyyətdə olub. Gəlişləri ilə Hindistana uğur, gedişləri ilə isə parçalanma gətiriblər. Maurya, yəni gəlişləri xoş, gedişləri pisdir. Maurya sülaləsindən 2 dənə adam adı işləyəcəm. Chandragupta və Ashoka. Chandragupta üçün deyəcəm ki, 1. Sülalənin banisi də Hindistanlıdır. 2. Yunan Makedoniyalıları qovub.
İskəndər özü ölsə də nəsli burada idi. Yunanları qovdu. Aşoka üçün isə bütün ölkənin yaxşı işlərini, güclü işlərini Aşokaya qoyacağam. Vahid ölçü çəki sistemi, vahid qanunlar, vahid dövlət, vahid idarə etmə nə görürəmsə hamısı Aşokanın hakimiyyətinə aiddir. İslahatlar keçirib, hətta vergi yığılmasını 33 dənə kitabəyə yazıb, yapışdırıb ərazilərə ki, kim nə qədər vergi verəcək. Hətta Buddizm dinini təbliğ eləyib o. Yəni Hinduizmlə Buddizmi müqayisə etsək, o da Buddizm dinini təbliğ eləyib ki, Buddizm düz deyir. Və 4 şir heykəli qoydurub, Hindistanın şimalında uşaqlar Himalay dağları uzanır. Bax, Hindistan şimalında Himalay dağları, Asiyanın ən uca dağlarıdır. Yuxarıdan gələn, şimaldan gələn soyuq hava kütləsinin qarşısını alır. Və ərazisində də 2 dənə çay axır, Hind və Qanq çayları. Ən dəli doludur bu Qanq çayıdır, tez-tez daşır. Hətta kinoda var, Qanq sənin suları niyə bulanlıqdır. Hindistanın şimalındakı bu Himalay dağları demək olar ki, dünyanın 4 tərəfinə baxmaq mümkündür oradan. Asiyanın ən uca zirvəsi olan Camalunqma burada yerləşir. Və o Aşokada 4 şir heykəlini qoydurmaqla bildirmək istəyirdi ki, mən dünyanın 4 tərəfinə də baxa bilirəm. Yəni bu dağdan dünyanın 4 tərəfinə baxa bilirəm. Hindistan dünya mədəniyyətinə nə verib? Hindistan dünya mədəniyyətinə verdiyi sıfır rəqəmi asan hesablama olur da, sıfırın yaranmasından asan hesablama yarandı. Sonra kub, kvadrat, kökaltı. Görürsünüz, riyaziyyatı Şumerlər yaratmışdı. Eləcə də həndəsəni, amma həndəsədən geniş istifadə edən Misirlər idi. Bunlar riyaziyyatı daha da asanlaşdırıblar. Sıfır rəqəmini yaradaraq. Kub, kvadrat, kök. Məsələn, şahmat oyunu dama Şumerdə idi. Dama dominodur da. Şahmat Hindistanda idi. Şahmat. Ölkəyə hücum edən şah öldürülməlidir. Ölkəyə hücum edən şah mat olunmalı idi. Ona görə də şahmat sözü, belə deyək, Hindistandan başlamış olur. 2 dənə qəşəng poeması var idi. Ramayana və Mahabharata poemaları, yəni dastan idi da. Qanun kitabı var idi. Dinə əsasən dini belə deyək mövzuda idi. Veda adında da qanun kitabı var idi. Ümumiyyətlə biz bu dövlətləri keçirik uşaqlar. Bu dövlətlərin hərəsində 2 dənə çay axır. Bax, ondan axır Orxon və Yenisey çayları. Çindən axırdı Xuanxə və Yansi çayları, ən dolu-dolusu Xuanxə idi. Hindistandan axırdı Hind, Qanq çayları, ən dəli dolusu Qanq idi. Ondan axan Orxon, Yeniseydə ən çox məlumatı bizə Orxon çay sahilindəki demək qazıntılardan almış oluruq. Deməli, 3 qonşunun 3-ü də Eradan əvvəl 3-cü əsrin 2-ci yarısında vahid halda birləşmiş oldu.